Əziz dostlar, yəqin ki, xatirinizdədir, bir müddət əvvəl Xəzərin suları çəkiləndə sahildə, bizim bulvarda bax belə qıfıllar və s. belə cadu falan elementləri tapmışdılar və bunu yadımdadır ki, o paylaşımlar TikTok'da böyük bir belə paylaşılırdı, insanlar baxırdılar. Amma baxın, bura Amerikadır və bu hasar, bu da dəniz qağınıdır və bu hasar Ümid hasarı adlanır. Ümid hasarı və insanlar belə pulları, yəqin ki, hasarızlarını yazırlar, yəqin ki, müəyyən niyyət tuturlar və bu cür pullarını gətirib razılar. Yəni, insan hər yerdə insandır, hər yerdə ümid axtarır, hər yerdə sevgi axtarır. Dəyişən yalnız məkanlarda bu insan xisləti heç yerdə dəyişmir. Hər yerdə ümid, hər yerdə bir yaxşı bir nələrsə axtarır, arzularına qovuşmaq istəyir. Siz də qovuşun arzunuza, ürəyiniz var belə gözəl olsun.